Bu səriştəsizlik zat deyil. Çox vaxt təhlükəli sürmə tərzidir. Bax, gəldi ikinci məsləhətə. Bizim qanunlardan hayf ki, məsəl üçün, deməli, SNG ölkələrində, yəni ki, deməli, ölkələrində təhlükəli sürmə tərzi var. Ruslarda da var bu. Bizdə də deyəsən olur, sonra aradan götürüb. Mütləq bu olmalıdır. Yəni, cəriməsi olmalıdır. Təhlükəli sürücü. Deməli, sürücülər nə edirlər? Avtoxuliqanlıq bilirsiniz ki, iki şeydir və bir də görürsən ki, sən yəqin görmüsən də sağ, sol getdi. Evet. Bunu yol polisi saxlayır. Yol polisi saxlayır. Bu da biraz sənin verilişinə qulaq baxı ki, avtoxuliqanlıq nədir? Və sağ, sol avtoxuliqanlıq deyil. Amma çox təhlükəlidir çünki qəza ola bilər. Başlayır ki, bu avtoxuliqanlıq deyil. Bu manevr qaydalarının pozulmasıdır. 40 manatımı yazın gedirəm. Və doğrudan da məhkəməyə də getsə, o qələbə çalacaq. Çünki bizim qanunlarda təhlükəli sürmə tərzi bəndi yoxdur. Mütləq bu qayıtmalıdır. Çoxlu sürücülər var ki, həddindən artıq təhlükəli sürürlər, yaxın sürürlər, adamı sıxırlar, eləyirlər. Və bunun cəriməsi yoxdur. Mütləq mən fikirləşirəm ki, o bənd qayıtmalıdır Azərbaycana. Təhlükəli sürmə tərzi və onun cəriməsi az olmamalıdır. Çünki elə bil ki, təhlükəli sürmə tərzi Ceyhun avtoxuliqanlığın qardaşıdır, əmisi oğludur. Yəni çox yaxındır. Necə yəni sağa gedim, sola gedim, ara işləyim və mən cəmi 40 manat alım. Ona görə mənə elə gəlir ki, təhlükəli sürmə tərzi bəndi qayıtmalıdır və onun cəriməsi 40 manat olmamalıdır. Bir 100 manat, 200 manat, 300 manat olmalıdır avtoxuliqanlığa yaxın qayda pozuntusu.